Qərb və Avropanın bir sıra siyasi institutları, maliyyə fondları, hüquq müdafiə təşkilatları dünyanın müxtəlif ölkələrində uzun müddət fəaliyyət göstəriblər. Onların bəziləri aldıqları təlimatlar əsasında dövlətlərin siyasi hakimiyyətinə qarşı təzyiq vasitəsi kimi istifadə etmək missiyasını yerinə yetiriblər. USAID, Azadlıq Radiosu, Amerikanın səsi də onlardan biridir. Artıq onların ifşa olunaraq Azərbaycana qarşı qarayaxma kampaniyasında da əl-altı kimi istifadə etdiyi hər kəsə məlumdur. Hazırda bu resurslar öz fəaliyyətlərinin nəticəsi olaraq inandırıcılığını və nüfuzunu itirərək layiq olduqları yerdə qərarlaşıblar. Uzun illərdir ki, Azadlıq Radiosu Amerikanın səsi kimi xaricdən maliyyələşən media qurumları və USAID Azərbaycana qarşı sistemli şəkildə qərəzli informasiya kampaniyaları aparıblar. Bu resursların məqsədi təkcə xəbər yaymaq deyil, həm də ictimai rəyə təsir göstərmək, siyasi sabitliyi sarsıtmaq və Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq olub. Sözü gedən qurumlar insan hüquqları və demokratiya pərdəsi altında ölkəmizə qarşı təzyiq alətinə çevrilib. Xüsusilə Qarabağ münaqişəsi dövründə onların anti-Azərbaycan missiyası, separatizmi təşviq edən məqalələr yayması və Ermənistanın maraqlarını müdafiə etməsi bu platformaların əsl məqsədlərini açıq şəkildə ortaya qoyub. Onlar 44 günlük müharibədə Ermənistan üzərində parlaq qələbəmizə kölgə salmağa çalışıblar. Lakin Qərb təsisatları, həmçinin USAID ilə əlaqəsi olan qrupların fəaliyyəti cəmiyyətdə heç bir dəstək almayıb. Əksinə 30 il təcavüzdən əziyyət çəkmiş və beynəlxalq hüquq əsasında ərazi bütövlüyünü bərpa edən ölkə vətəndaşlarında ikrah hissi oyadıb. Azərbaycan cəmiyyəti, xüsusilə dövlətçilik mövqeyi tutan ziyalılar və ekspertlər illərdir ki, bu media qurumlarının əsl məqsədlərini açıq şəkildə ifşa ediblər. Azərbaycan həm Azadlıq Radiosu, həm Amerikanın səsi, həm də USAID tərəfindən qərəzli münasibəti dəfələrlə məruz qalmışdır. Bu, məkirli siyasətdən, selektiv yanaşmadan, bir tərəfli qaydada məsələlərin şərh edilməsindən əziyyət çəkən milyonlarla insan vardır. Və eyni zamanda Amerika dırnaqarası lobbiçiliyini həyata keçirdən qurumlar yalnız öz maraqlarına xidmət ediblər. Bugün Azadlıq Radiosu, Amerikanın səsi və USAID kimi qurumlar artıq Azərbaycanda layiq olduqları mövqeydədirlər. Onların təsir imkanları minimuma endirilib və fəaliyyətləri məhdudlaşdırılıb. Amerika Birləşmiş Ştatları daxilində də bu media qurumlarına qarşı ciddi tədbirlər görülüb. Belə ki, Prezident Donald Trump Amerika Birləşmiş Ştatları Qlobal Media Agentliyini ləğv edib və nəticədə Azadlıq Radiosu və Amerikanın səsinin fəaliyyəti dayandırılıb. Əlbəttə ki, Azərbaycan dövləti informasiya təhlükəsizliyini qorumaq məqsədi ilə bu qurumlara qarşı sərt mövqe nümayiş etdirib. Həmin platformaların fəaliyyətinin məhdudlaşdırılması dövlətimizin milli təhlükəsizlik məsələsidir və informasiya suverenliyinin qorunması baxımından strateji əhəmiyyət daşıyır. Bu siyasət yalnız başlanğıcdır və gələcəkdə informasiya təhlükəsizliyinin gücləndirilməsi istiqamətində daha ciddi addımların atılması gözlənilir.